Görsen görmüşsün kime çekilin. Ay Mustafa, bekle ol orada. Mənəm, Hidayət müəllim. Haradır başmısan, ha? Bu kim? Savxozun direktoru. Vəziyyət nətərdir? Şah sağ ol Hidayət müəllim, həmişə siz gələsiz. Akşam görüşürük, ha? İndi gel işlədə. Panogramanı hazırlayın. Kızlar, biraz şen, hevesle, çekilik. Dikkat, hamınız hazır olun. Başlılar geçsin o yerine. Biraz şen, hevesle. Ha! Dünyadan xəbərin yoxdur sənin, qəzət oxumursan, televizora baxmırsan, bilmirsən ki, yanacaq çatışmır. O bir oğlumun canı üçün bir də görüm ki, boş yerə yanacaq yandırırsan. Nə qədər ömrüm var, səninlə mübarizəyə həsr edəcəyəm. Vuruşacaq! Yaxşı olar ki, sən ömrünü oğlum Mirişə əsr eləyəsən. Bilirəm, sizin qabağınızcan Miriş gəlib, hər şeyi danışdı. Bura sizin otağınızdır. Buyurun yuxarı, keçin, dincəlin. Nəsbə xala, bu yekəpər bütün yol boyu bizi güdürdü. Bula, çık bayra, çık bayra dedim sənə. Sənin aburunu bükəcəyim ətiyini, xısı. Mənim oğlumdur da. Bağışlayın. Bağışlayın siz Allah, nəfs oldu. Biz də bayaqdan elə bilirik. Bu oğlan? Bizim ardımızca düşüb. Sən demə yazıq öz evinə gəlirmiş. Yazıq düşmanı olsun. Adı Muso'dur. Musa. Avala versin, bildik siz 4 nəfərsiniz. Çoxuq bizə yar var, çoxuq. Uşağın evi yıxıldı. Özü evdə olaydı, yenə bilərdi neylərdi. İndi mən başıma haranın daşını salın. Balamman yazanın görüm əli qurusun. Deyəsən bu dəfə bir sürü gəliblər, itil xısıyı köpək. Görüm sizi bu dağa daşa salanın, əli qurusun. Dili qurusun, evi yıxılsın. Bəsdir qarğışladın da. Silah səndən Ayvan.